Sonra Allahu Teala həmin gecəni, Qədir gecəsinin şanını uca tutaraq, təzim edərək, orada həmin gecədə Qur'anı nazil etməklə onu xüsusiləşdirməsinə görə onu şanını uca tutur, əzəmətləşdirir və deyir ki: "Və mə ədrake mə leylətul qadr." Sən nə bilirsən ki, Qədir gecəsi nədir? Leylətul qadri xeyrun min əlfi şəhr. Qədir gecəsi 1000 aydan daha xeyirlidir. Mücahid rahimehullah deyir ki: "Leylətul qadri leylətul hukm." Deyir ki, Qədir gecəsi hökm gecəsidir. Həsən el-Basri rahimehullah deyir ki: "Fiha yufraqu kullu emrin hakim." Yani fiha yaqdillahu kulla ecelin ve amelin ve rizqin ila misliha. Yani Allahu Teala həmin gecədə bütün hikmətli işlərin hökmü verilir. Fiha yaqdillahu kulla ecelin ve amelin ve rizqin ila misliha. Deyir ki, Allahu Teala həmin gecədə bir dəfəki, yəni bir daha ondan sonraki həmin gecəyə qədər olacaq əcəlləri, əməlləri və ruziləri yazır. Ruzilərin hökmünü verir. Mücahid rahimehullah deyir ki: "Leylətul qadri xeyrun min əlfi şəhr." Qədir gecəsi 1000 aydan xeyirlidir. Qala amaliha və siyamiha və qiyamiha, amaluha və siyamuha və qiyamuha xeyrun min əlfi şəhr. Deyir ki, onun əməli, yəni həmin gecədə olunan əməl, oruc, namaz 1000 ayda olunan əməllərdən daha xeyirlidir. Qatadə rahimehullah deyir ki: "Xeyrun min əlfi şəhr leysə fiha leylətul qadr." Deyir ki, 1000 aydan xeyirlidir, yəni içərisində Qədir gecəsi olmayan 1000 aydan xeyirlidir.